Salam dəyərli müəllimlər, mən kurikulum üzrə təlimçisi Agil Fəthullayev. Hər birinizə xoş gördük. Bu gündən etibarən mövzu izahlarımız kurikulum üzrə YouTube kanalımızda paylaşılacaq. YouTube kanalımıza abunə olub, bildirişləri aktivləşdirərək dərslərimizdən anında xəbərdar ola bilərsiniz. Mövzu izahlarını öyrəndikdən sonra möhkəmləndirmək üçün aşağıda rəy bölməsində işarələnmiş linkə, Telegram linkimizə daxil olaraq birbaşa Telegrama keçid edə və öyrəndiklərimizi qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürmək üçün Telegramda paylaşılan testləri işləyə bilərsiniz. Və hər hansı bir təklifiniz və ya suallarınız olsa, rəy bölməsinə və yaxud qeyd olunan əlaqə nömrəmizə, WhatsApp-ına yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz ki, ola bilsin hansısa mövzunun izahını istəyirsiniz, biz təkliflərinizə uyğun olaraq həmin mövzuların izahını anındaca YouTube kanalımızda paylaşaq. Və dediyimiz kimi sistemli və ardıcıl olaraq YouTube üzərindən bütün videolar paylaşılacaq. Əyani və ya onlayn ödənişli dərslərimizlə bağlı məlumat almaq istəyirsinizsə, qeyd olunan 070 346 44 69 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimizlə də bağlı birbaşa məlumat əldə edə bilərsiniz. İndi isə keçid edək mövzu. Birinci mövzu kurikulum nədir mövzusudur ki, kurikulum haqqında ilkin anlayışlara baxırıq. Kurikulum nədir? Əslində, kurikulum təhsil proqramıdır. Yəni, kurikulum özü bir sənəddir. Kurikulum kimi əslində bizim əvvəl də bir sənədimiz olub, təhsil üzrə sənədi olub, amma o, avtoritar rejimdən bizə miras qalıb, yalnız nəzəri biliklərin ötürülməsini özündə əks etdirdiyindən müasir dövrün tələblərinə uyğun deyildi. Onun üçün yeni proqram, kurikulum proqramı artıq istifadə olunmağa başlayır. 99-cu ildən etibarən bu məlumatlar, yəni onun ardıcıl hansı illərdə xronologiyası bizə vacib deyil. Biz əsas mahiyyətini anlamaq olduğundan onun mahiyyəti üzərindən izahlar verəcəyik. Yaxşı, kurikulum nədir? İlk öncə bunun tərifinə baxaq. Kurikulum təhsil proqramıdır. Təhsil məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələlər özündə əks etdirən konseptual sənəddir. İndi məzmun, təşkil və qiymətləndirməni gördük biz burada. Deməli, əslində bu üçü birlikdə kurikulumun mündəricatıdır. Kurikulum bundan kənar heç bir məsələni özündə əks etdirmir. Məzmun nədir? Biz məzmun dedikdə şagirdlərə nə öyrədəcəyimiz və yaxud onların bizdən nə öyrəndiyi. Tutaq ki, biz bu dərsi keçirik. Bu dərsin içərisində öyrənəcəyiniz o mətn və məlumatlar hər biri. Bu olur mövzunun məzmunu. Bizim öyrətdiyimiz və ya şagirdlərin bizdən öyrəndiyi. Bu olur məzmun. 2. Təşkil. Bəs təşkil nədir? Mən bunu necə öyrədirəm sizə? Hansı metod, hansı strategiya, hansı iş forması və yaxud hansı üsullardan istifadə edirəm? Yəni, öyrədən zaman qrupla iş formasından mı istifadə edirəm? Cüt və yaxud fərdi formada və ya bütün siniflə. Və bunun üçün istifadə edəcəyimiz müzakirə metodlarımızı seçəcəyik, fərdi formada işləyəcəyik, hər hansı bir metod və yaxud kollektiv bir metodunu seçəcəyik, üsulunu seçəcəyik. Yəni, necə öyrədəcəyimiz təşkili hissəsində, qiymətləndirmə isə artıq qiymətləndirmənin də keyfiyyəti ön plana çıxır. Mən öyrətdiklərimi necə qiymətləndirəcəm? Bu, öz əksini tapacaq kurikulumda. Təbii qiymətləndirmə ilə də bağlı daha geniş formada qiymətləndirmə mövzusunda geniş izahlar veriləcək. Orada artıq bir neçə dərs ərzində biz məktəb daxili qiymətləndirmə, eləcə də digər istiqamətlər haqqında danışacağıq. Yəni, kurikulumun əslində əsas məqsədi qiymətləndirmədə də rəqəmli qiymətdən kənara çıxıb öyrənmənin təmin olunmasını həyata keçirməkdir ki, geniş formada danışacağıq. Sadəcə yadda saxlayaq ki, qiymətləndirmə 4 səviyyədə müəyyən olunacaq. Birinci səviyyə ən aşağı səviyyədir, dördüncü səviyyə ən yüksək səviyyə olacaq. Bu, qısaca yadda saxlayacağınız məlumatlar. Tərifdir. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Bu olur bizim üçün kurikulumun tərifi. Bununla bağlı bir neçə anlayışa toxunacağıq ki, onların haqqında, hər biri haqqında geniş məlumat verək sizə. İlk, kurikulum nədir öyrəndik? Yəni, saxlayaraq tərifi özünüz üçün təkrar edə bilərsiniz. İkinci hissə, kurikulumda öyrənəcəyimiz keyfiyyət göstəriciləri var.
Yəni kurikulumun keyfiyyətli olmasını özündə ehtiva edən anlayışlar hansılardır? Biz kurikuluma deyirik keyfiyyətli təhsil proqramıdır. Bu özündə nələri əks etdirir ki, keyfiyyətli olur? Bura baxırıq biz. Kurikulumun keyfiyyət göstəriciləri bunlardır. Keyfiyyət anlayışı yazaq bura. Keyfiyyət. 4 göstərici olacaq burada. Aktuallıq, aktual, praktiklik, effektivlik və davamlılıq. Hər biri haqqında danışaq. Aktuallıq. Mən deyirəm ki, kurikulum aktual sənətdir. Aktual sözün əslində biz günlük olaraq eşitdiyimiz bir sözdür. Aktuallıq nədir? Aktual dövrün tələbinə uyğun və yaxud dövrün tələbinə ən uyğun məlumatlar. Yəni biz gündəlik tələbata uyğun olan və ən vacib olan, ən uyğun olan məlumatlara aktual məlumatlar deyirik. Deməli, kurikulum aktual məsələləri, gündəmdə olan, dövr üçün ən əhəmiyyətli məsələləri özündə əks etdirir. Bu aktuallığıdır. Praktik olması. Biz ənənəvidə necə öyrənirdik? Ancaq bildiyimizi ötürməyi bilirdik. Tətbiqi fəaliyyətlərə çox da üstünlük verilmirdi. Amma kurikulum deyir ki, həm də tətbiqi məlumatlar olmalı və tətbiq edilərək öyrənilməlidir. Yəni təcrübələrdə, praktikada tətbiq edərək öyrənməyi bacarmalıyıq. Kurikulum da bunu bizdən belə istəyir. Yalnız nəzəri biliyə sahib olması bəs etmir. Praktik və tətbiqi məlumatları da olmalıdır və təcrübə ilə öyrənməlidir. Effektiv olması nədir bəs? Effektiv sözün bir neçə mənada əslində biz işlədirik. Məsələn, nəticə yönümlülük mənasında deyim. Deyirəm ki, Agil, sən xəstəlik var, sən filan dərmanı aldın. Həmin dərman bir nəticə verdi, yoxsa vermədi? Yəni, ondan istifadə edərək istədiyin nəticəyə çatmısan, yoxsa çatmamısan? Bu nəticəyə çatmağın nəticə yönümlülük prinsipi ilə bağlıdır və effektiv olmasının göstəricisidir. Effektiv, yəni onun effektivini görmüsən, yoxsa görməmisən. Bu olur bizim üçün effektiv olması. Davamlılıq bəs nədir? Sabit sənət deyil. Birinci bunu yadda saxlayaq. Sabit deyil. İndi gəlin bu sabit olmaması və davamlı olmasını aktual olması ilə əlaqələndirək. Aktualdır, dövr üçün ən mühüm məsələni özündə əks etdirir. 10 il sonra deyək ki, fərqli bir aktual məsələ ola bilər. Deməli, bugün aktual olan məsələ o dövrdə aktuallığını itirə bilər. Biz o zaman dövrün tələbi nədirsə 10 il sonra ona uyğunlaşmalıyıq. Bu da davamlı dəyişən, inkişaf edən mənasına gəlir. Sabit isə ancaq olduğu kimi qalır və hər zaman o tətbiq olunur. Davamlı olması, davamlı yenilənməsi və sabit proqram olmamasının göstəricisidir ki, keyfiyyət göstəriciləri də bunlardır. Videonu saxlayıb, sayıb və izahlarını özünüz üçün təkrarlaya bilərsiniz. Bu, kurikulumun davamlı olması, keyfiyyət göstəriciləri ilə bağlı məlumatlardır. Yadda saxlamaq üçün ilk hərflərlə APED abreviaturasından istifadə edərək yadda saxlaya bilərsiniz. Yəni, yadda saxlamanın rahat yollarını axtarın özünüz üçün. Təbii bu metakognitiv bilgimizi inkişaf etdirəcək. Amma aktuallıq, praktiklik, effektivlik, davamlıq, APED dedikdə artıq orada biz hər birinin baş hərfini görürük və birbaşa əlaqələndirərək tapa bilirik. Bu, bizim üçün keyfiyyət göstəriciləri ilə bağlı məlumat. Daha sonra ən vacib kurikulumun elementlərindən biri də olacaq kurikulumun prinsipləri və əsas xüsusiyyətləri. Kurikulumun prinsipləri hansılardır? Yəni, kurikulum hazırlananda nəyə əsasən hazırlanır? Xüsusən nələrə diqqət yetirilir? Ora baxacaq biz. Kurikulumun 6 prinsipi var. Prinsip əsas xüsusiyyətdir. Yəni, sənəd hazırlanarkən bunlardan kənara çıxılmır. Şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük,
tələbi yönümlülük. Daha sonra nəticə yönümlülük, tələb yönümlülük, qiymətləndirmə standartları, bir də integrativlik. Altı prinsip var kurikulumda. Hər biri ilə bağlı geniş məlumat verəcəm sizə. Yadda saxlayaq, dövlət standartlarını keçdikdə ilk ikisi haqqında orada da geniş danışacağım. Eyni şey də olsun. Prinsipdə. Sadəcə nəyə diqqət edin burada? Ən vacib olan bu ikisidir. Və qəbula bunlarla bağlı hər il suallar düşür. Çox diqqət etməli olduğunuz yerdə situasiya sualları düşür. Ona görə də diqqətlə qulaq asaq. Yenə də anlamadığınız məqamlarla bağlı rəy bölməsində təkliflər və yaxud suallar irəli sürə bilərsiniz. Hər birini cavablandıracağım. Şəxsiyyət yönümlülük prinsipi ilə bağlı nəyi yadda saxlayırıq? Şəxsiyyət yönümlülüyü əslində tərifi belədir. Təhsil alanların idraki, emosional və affektiv, bir də psixomotor fəaliyyətlər əsasında milli və bəşəri dəyərlərini formalaşdıraraq həyati bacarıqları ilə, bunu da buradan yazaq, həyati bacarıqları formalaşdırmaqdır. Yəni, tərifindən görürük ki, şagirdlərin düşüncəsində, idraki düşüncədir, emosional, ünsiyyət, affektiv, ünsiyyətində, psixomotor da fiziki hərəkətlərdə artıq. Bu fəaliyyətlər əsasında həm milli bəşər dəyərləri, həm də həyati bacarıqları formalaşdırırıq. Əslində, situasiyaların içərisində bunları görürük biz. İndi bu tərifdən birbaşa situasiyanı çıxara bilməsək də biz, ən vacib element budur. Burada ikidir. İki əsas elementə fikir verəcəksiniz. Bir, dəyərlər formalaşdırılacaq, dəyər. Bir də mənəvi dəyər. Bir də mənəviyyat. İnkişaf etdiriləcək. Dəyərlərin aşılanması prosesidir şəxsiyyət yönümlülüyü. Bəs bunu necə yadda saxlayacaqsınız siz? Hansı dəyərlərdən söhbət gedir? Siz dövlət standartlarını öyrənərkən orada səriştələrlə bağlı 5 dəyər öyrənirsiniz. Hansı ki, milli kimliyin dərki, milli iftixar hissi, fəal vətəndaş mövqeyi, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət, şəxsi və sosial məsuliyyət. Bu 5 dəyərin xüsusiyyətləri dövlət standartlarındadır. Onları ümumi dəyər kimi yadda saxlayın. Bir neçə nümunə deyəcəm, amma o dəyərləri öyrəndikdən sonra daha yaxşı situasiyaları tapa biləcəksiniz ki, 3-cü dərsimizdə onları geniş formada danışacağım sizə. İlk öncə dəyərlər. Məsələn, mən dəyər formalaşdırmaq istəyirəm. Situasiya belə olsun. Müəllim şagirdlərə qəhrəmanları ilə bağlı, şəhidlərlə bağlı, qazilərlə bağlı məlumat verir və bunların bizim dəyərlər olduğunu xatırladır. Bu zaman müəllim şagirdlərdə hansı prinsipi reallaşdırmağa çalışır? İndi mən baxıram, dəyər sözün orada çıxaq. Şəhidlər xiyabanına apardı müəllim, şagirdlərə Şəhidlər xiyabanını ziyarət etdirdi. Bu zaman müəllim Şəhidlər xiyabanına apardı, ziyarət etdilər. Ziyarət edirlərsə, indi bunu qoyduq kənara. Formalaşdırılan nədir? Dəyər. Fəal vətəndaş mövqeyi dəyərdir və şəxsiyyət yönümlülüyə aiddir. Dəyər formalaşdırılırsa, o şəxsiyyət yönümlülüdür. Cavabı oradan çıxara bilirsiniz. Səriştəni hələ ki tapa bilməyəcəksiniz. Çünki səriştə 3-cü mövzumuzdadır. 3-cü mövzu artıq paylaşılacaq. Bu video paylaşıldığı anda izləyib dəyərlərin hansılar olduğunu görə bilərsiniz. Yəni biz dəyəri formalaşdırırıqsa, situasiyanın içərisində bu şəxsiyyət yönümlü və yaxud sual düşsün. Müəllim nöqtə-nöqtə bir fəaliyyətlər etdi ki, mənəviyyatı inkişaf etdirsin. Mənəviyyatın inkişaf etdirilməsi şəxsiyyət yönümlülüyü ilə bağlıdır. Bu da olacaq şəxsiyyət yönümlülük. Amma dəyərlərlə bağlı hər bir dəyərin xüsusiyyətini bilməliyik ki, situasiyadan onun dəyər olduğunu tapa bilək biz. Bu belə. Şəxsiyyət yönümlülüyü ilə bağlı verəcəyimiz izahlar bunlardır. 2. Şagird yönümlülüyü ilə bağlı danışaq. Şagird yönümlülükdə isə tərifdə 4 əsas nüansa fikir veririk. 1. Şagirdlərin mənafeyinin müdafiə edilməsi. 2021-ci il qəbula bu cümlə düşmüşdür. Daha sonra təhsil alanların maraqlarının, potensiallarının,
təhsil tələbatlarının maraq və potensiallarının nəzərə alınması, situasiyalar üzərindən qurulduğundan xüsusən onlar üzərində qalıram və istedadlarının reallaşması. Gəlin tərifi deyim, onun ardınca situasiyanı nizam verim. Şagird yönümlülükdə də mərkəz şagirdlərdir. Təhsil alanların mənafeyinin müdafiəsində, təhsil tələbatlarının ödənilməsi və potensiallarının müəyyənləşdirilməsinə xidmət edən, eləcə də istedadlarının reallaşdırılmasına xidmət edən prinsipdir. Biz əslində şagird yönümlülükdə şagirdlərin istəklərinə uyğun, onların maraqlarına uyğun dərslərinin qurulmasını təmin etməliyik ki, şagird yönümlülük prinsipi reallaşdırılsın. Əslində situasiya üzərində görəcəksiniz, şagirdlərə seçim haqqı verilirsə və seçim özlərində olduğu halda məqsədə çatırlarsa, deməli şagird yönümlülük prinsipinin tələbi reallaşmış olur. Gəlin indi baxaq. Mənafeyinin müdafiəsini əzbər yerdə saxlayırıq. Təhsil tələbatının ödənilməsi. Mən bugün sizə hansı mövzunu keçirəm? Kurikulum nədir mövzusu? Kurikulum haqqında anlayışlar. Bu mövzu qəbulda bizə verilən, yəni MİQ və yaxud sertifikasiya imtahanına düşən mövzular proqramın içərisində siyahısındadır və bu sizin təhsil tələbatınızdır. Mən bunu keçdikdə siz deyirsiniz ki, etiraz edirsiniz. Biz bu mövzunu keçmək istəmirik. İndi bu da təhsil tələbatınızdır. Əslində mövzudan sual düşə bilər və yaza bilməyə bilər ki, keçməsək. Biz niyə etməliyik? Bu tələbat da ödənilməlidir. Və siz də keçmək istəmirsiniz. İndi burada iki əsas nüans var. Bir, sizin marağınız, maraq. Bir də təhsil tələbatınız. Maraq keçmək istəmirsiniz. Təhsil tələbatınızdan ki, bu mövzu keçilməlidir. Burada bir yanaşma var. Sizdə maraq yaradaraq hökmən onu keçməliyəm. Əgər keçmirəmsə, deyirəm, yaxşı, keçmək istəmirsiniz, keçməyirik. Tələbatınızı ödəmədim, marağınızı nəzərə aldım. Baxın, birini pozdum. Pozdumsa deməli, bu şagird yönümlülük prinsipinin pozulmasıdır. İndi ikincisini edirəm. Tələbatınızı ödəyirəm, yəni bu dərsi siz desəz də keçməyin, zorakılıqla deyirəm, keçirəm, öyrənməlisiniz. Bu oldu, tələbatı ödəyirəm, amma marağınızı nəzərə almıram. Yenə istədiyim səviyyədə öyrənmə baş tutmayacaq. Bu da marağın nəzərə alınmamasıdır. Tələbatı ödürük, yenə də pozdum. Düzgün olan nədir? Mən sizlə danışıram və sizi razı salıram ki, əslində bu mövzu keçilməlidir. Çünki bizim proqramda var və sual düşə bilər buradan. Ən az bu ikisi ilə bağlı sual düşəcək buradan. Düşmə ehtimalı ən yüksək olan hissələr bunlardır. Yəni, keçməsək, bir sual və yaxud səhv yazsaq, 1,25 sualımız səhv olacaq. İndi mən bununla sizi razı salıb keçirəmsə, həm sizdən maraq yaradıram, həm də tələbatınızı ödəməyə çalışıram ki, o olacaq bizim üçün şagird yönümlülüyə əməl olunması. Yəni, maraq yaradıb, həm də tələbatı ödürük. Bu zaman potensialın müəyyənləşdirilməsi də var. Məsələn, mən sizin potensialınızı müəyyənləşdirirəm. Ona uyğun nəsə edirəm, yox. Tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmə apardım və hər kəsin səviyyəsini müəyyən etdim. Bu zamanda mən əslində şagird yönümlülüyə uyğun nəsə edirəm. Ondan sonra artıq mən həmin öyrəndiyim məlumatlardan istifadə edərək başqa dərsləri qurmağım başqa bir prinsipdir ki, dövlət standartlarında keçəcəksiniz. Amma müəyyən etməyim şagird yönümlülüyə aiddir. İstedadların reallaşması. Elə qarşıda bizi izləyən müəllimin xüsusi bir istedadı olsun. Yəni, deyək ki, müəllimimizin qəşəng riyazi məntiqi sahədə, humanitar sahədə məsələn güclü yaddaşı var. Daha sonra deyək ki, qəşəng rəsm çəkmək bacarığı var, musiqi bacarığı var və yaxud idman sahəsində xüsusi bir nəsə fiziki, bədən kinestetik intellektinə malikdir. Yəni, müxtəlif istedadı var. Və mən də tarix müəllimi kimi görürəm, tutaq ki, bunun güclü yaddaşı var. Bəs güclü yaddaşı olan birin necə istifadə edə bilərik biz? Olimpiyadalara hazırlaya bilərik və s. və ilaxır. Fərdi təlim metodundan istifadə edəcəm artıq. Bu rəsmi olaraq bildirilir, məktəb rəhbərliyə komissiya təşkil edir, istedadı müəyyən olunur və şagirdlərlə bərabər digər dərslərə də qoşulur. Əgər mən onu görməzdən gəlirəmsə, şagird yönümlülüyü pozuram. Yox, görməzdən gəlmirəm. İnkişaf etdirmək üçün nəsə edirəmsə, şagird yönümlülük prinsipinə əməl etmiş sayılıram ki, şagird yönümlülük prinsipi ilə bağlı deyəcəyimiz də bu qədər. Yenə də hər hansı bir sualınız olsa, rəy bölməsində yaza bilərsiniz və bu mövzularla bağlı suallarınızı birbaşa və yaxud biliklərinizi möhkəmləndirmək üçün Telegram kanalımıza abunə ola bilərsiniz ki,
Rəy bölməsində onu da işarələmişik. Daha sonra artıq bunları silmişəm buradan. Eyb yox, tək-tək yazıb yenidən izaha verərik. Şəxsiyyət və şagird yönümlülüyü haqqında danışdıq. Növbəti danışacağım mən sizə, məsələn, nəticə yönümlülük prinsipi. Nəticə yönümlülüyü ilə bağlı nəyi bilməlisiniz siz? Kurikulum nəticə yönümlüdür. Yəni, mən bu dərsi keçərkən əvvəlcədən sizin sonda əldə edəcəyiniz bilik bacarığı müəyyən etməli və dərsi o bilik və bacarığa çatmaq üçün qurmalıyam. Nəticə yönümlülük budur. Belədir tərifi. Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən olunması. Təlim nailiyyəti sonda əldə edəcəyiniz bilik bacarıqdır. Təlim nəticəsi desəydi eyni anlayışdır. Nəticələr formasında əvvəlcədən müəyyən et. Yəni, mənim müəllimlərim bugün dərsin sonunda filan bilik bacarığa yiyələnməlidir. Mən həmin bilik bacarığa çatmaq üçün dərsimi qururam artıq. Nəticəni əvvəlcədən müəyyən edib, dərsi nəticəyə çatmaq üçün qururam. Bu olacaq nəticə yönümlülük prinsipi. Daha sonra tələb yönümlülük. Burada müəllimin şagirddən nəyisə tələb etməsi yox, kurikulumun və fərdin, cəmiyyətin və dövlətin tələbatına uyğunlaşması var. Yəni, burada belə deyirik. Kurikulum, yəni təhsil, fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatına uyğunlaşır. İndi biz baxaq. Aktuallıqda nə demişdik? Aktual məsələləri özündə əks etdirir. Qoydum aktuallığı kənara. Davamlı olması sabit deyil, davamlı dəyişir. Bu da onu deyir. Tələb yönümlülük, kurikulum tələblərə uyğunlaşır. Bu olacaq bizim üçün. Tələbə uyğunlaşması aktual məsələləri özündə əks etdirəcək. Fərd, cəmiyyət və dövlətin dəyişən ehtiyac və tələbatına uyğunlaşacaq. Bu olur tələb yönümlülük prinsipi. Daha sonra inteqrativlik. İkinci mövzu izahında inteqrativlik ilə bağlı çox geniş izah veririk. Yadda saxlayın, inteqrasiya ilə bağlı son 3 ildə elə bir deyək ki, sınav yoxdur ki, və yaxud imtahan yoxdur ki, MİQ imtahanı. Bir inteqrasiya sualı olmasın. Yəni, bununla bağlı ümumiyyətlə bu mövzu üzərində əlavə də bir dəfə dayanacaqdır biz. Amma inteqrasiya, ayrıca inteqrasiya üzərində dayanacaqdır. Çox gözəl situasiyalar sayılınır, situasiyalar çətin tipli də ola bilir. Mən burada tərifini deyirəm, ikinci mövzuda inteqrasiyanın geniş formada açılımını edəcəyik. Ona görə də ikinci mövzumuzu hökmən dinləyin. Yəni, bir sual, 20 sualın biri və yaxud 10 sualın biri sertifikasiyada. Bu mövzudandır, inteqrasiyadandır. Burada inteqrativlik prinsipidir. Biz inteqrasiyada bu haqda geniş danışacağıq. İnteqrativlik nədir? Burada təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla əlaqələnməsi təmin olunacaq. Təhsilin məzmun komponenti nədir? Fən, Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və s. Bunlar təhsilin məzmun komponentidir. Onlar həm bir-biri ilə əlaqələnir, həm də həyatla əlaqələnir. Bir-biri ilə əlaqələnməsi fən daxili və fənlər arası, həyatla əlaqələnməsi də fən üstü inteqrasiyada özünü göstərəcək. Bu, inteqrativlik prinsipinin göstəricisidir ki, burada yadda saxlayın. İnteqrasiya ilə bağlı çox geniş formada danışacaq ki, bir sualımız oradadır, diqqətli olmalısınız. Növbəti izahımız qiymətləndirmə standartlarıdır. Qiymətləndirmə standartlarının da tərifi belədir. Qiymətləndirmə standartları. Qiymətləndirmə standartları təhsil alan şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. İndi şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbi dedikdə biz nəyi nəzərdə tuturuq? Əslində, belə bir qiymətləndirmə tərifi var. Təhsil alanların nailiyyəti barədə informasiyanın toplanması. Nailiyyət sonda əldə olunan bilik bacarıqdır. Mən bununla bağlı informasiyanı necə toplayıram? Sizin bilik bacarığınızı ölçürəm, baxıram hansı səviyyədə əldə etmişsiniz və bununla bağlı məlumatım olur ki, filan müəllimin bu qədər nəticəyə çatıb. Bu əslində informasiya toplamağın sizi qiymətləndirməyim deməkdir. Burada da nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbdə olur qiymətləndirmə standartı. Və ilk kurikulumun tərifində dediyim
4 səviyyədə müəyyən olunacaq. Birinci səviyyə ən aşağı, dördüncü səviyyə ən yüksək səviyyə. Birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə, dördüncü səviyyə. 4 ən yüksəkdir, 1 ən aşağı səviyyədir ki, qiymətləndirmədə də bunu geniş formada danışacağıq. İlk mövzu ilə bağlı verdiyimiz izah bu qədər. Hər hansı bir sualınız və yaxud təklifləriniz olarsa, rəy bölməsində bildirin. Rəy bölməsində birbaşa özüm nəzarət edəcəm və suallarınız cavablandırılacaq. Mövzunun möhkəmləndirməsi üçün rəy bölməsində yuxarıda işarələnmiş Telegram linkimizə daxil olaraq sualları işləyə bilərsiniz. Əyani və onlayn ödənişli dərslərimizlə bağlı məlumat əldə etmək üçün isə 070 346 44 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, Allah amanında qalın.